Ölkədə biznes bilikləri verən ilk və yeganə məktəb Minibus Business School Baku startap üzrə milli çempionat keçirib. Yarışda 22 komanda 2 kateqoriya üzrə çıxış edir. İnnovativlik, mənfəətlilik, sosial mediada işıqlandırma və münsiflər heyətinin suallarını cavablandırma. Ən yüksək bal toplayan 3 komanda hər iki kateqoriyada qalib hesab olunacaq. Yarışda bir sıra dövlət rəsmiləri və ictimaiyyət nümayəndələri də iştirak ediblər. Münsiflər təqdim edilən layihələrin təqdirə layiq olduğunu vurğulayıblar. 5 il ərzində məktəbimizin bir sıra uğurları olub. Beynəlxalq arenada 2 dəfə dünya çempionu, 1 dəfə ikinci yerin sahibi, 2 dəfə isə 3-cü yeri qazanan ölkə məhz Azərbaycan olmuşdur. Ümumiyyətlə, mən hesab edirəm ki, təhsilin mütləq şəkildə faydası olmalıdır. Faydası təkcə diplom almaq, məktəbi bitirdim, yaxşı qiymətlər aldım deyil. Tətbiqi faydası olmalıdır. Ona görə də məktəb yaşından uşaqları biz hazırlaşdırmalıyıq. Məktəb yaşından insanlar başa düşməlidirlər ki, bu həyatda yalnız və yalnız insanlara faydalı olmaq, cəmiyyətə, iqtisadiyyətə, dövlətə və hər xalqa faydalı olmaq çox vacibdir. Mənə elə gəlir ki, bu məktəbin, bu böyük təhsil sisteminin, bu innovativ təhsil sisteminin ən vacib məsələsi odur ki, heç kim vaxtını itirməsin. Hər iki kateqoriyada 3 qalib komandası hesab olunacaq və münsiflər heyəti onları 4 meyar üzrə dəyərləndirəcək. İnnovativlik, mənfəətlilik, daha sonra sosial mediada işıqlandırma və münsiflər heyətinin suallarını cavablandırma kimi meyarlar var. Ən yüksək bal toplayan 3 komanda hər iki kateqoriyada qalib hesab olunacaq. Birinci, ikinci, üçüncü yerlər üzrə.